sözümüzü həm fe'li bağlama, həm də zərf kimi işlədə bilərik. Məsələn, birinci sözümüz qoşa-qoşa. Qoşa-qoşanın fe'li bağlama və zərf kimi hər ikisini də eyni vaxtda işlətmək olar. Zərf kimi olar. Məsələn, Lalə qoşa-qoşa oturmuşdu. Fe'li bağlama kimi ola bilər ki, o səs düzaldanı qoşa-qoşa mahnı oxuyurdu. Aha, Ələkbər sən dönə-dönə işlər. Dönə-dönə fe'li bağlama kimi ola bilər ki, o yana dönə-dönə dərs izah edirdi. Çünki burada nəyə görə fe'li bağlamadır? Çünki fe'li bağlamanın digər şəkilsi ilə əvəz edə bilirik. Dönərək dərs izah edirdi. Ona görə burada fe'li bağlamadır. Zərf olaraq sənə bu işi dönə-dönə tapşırmışdım. Dönə-dönə burada nəyə görə zərfdir? Çünki digər zərfimizlə əvəz edə bilirik. Məsəl üçün, o dərsi dəfələrlə izah etmişdir. Afərin. İndi tikə tikəndə Nigar, sən fe'li bağlama kimidir? Sən isə Ələkbər zərf demişlər. Fe'li bağlama kimi, məsələn, anam paltar tikə-tikə xeyli zaman keçmişdi. Hardan Iki bildik? mətləb arasında. Afərin.